çəkilməsi kifayətdir ki, hər kəsin üzündə təbəssüm yaransın. Gündəlik həyatımızda statlar gətiririk. Ən çox hansı statlar istifadə edirik? Aha. Özler kimin qovumun başına daş düşsün. Bəli, bəli. Seyidova bacıları bu saat öz məharətlərini göstərəcəklər. Amma Bəxtiyar filmi eyni zamanda sübut etdi ki, insanı zirvəyə aparan təkcə istedad deyil, həm də dostluqdur. Həyatda da belədir. Bizi ayaqda saxlayan dostluğumuzdur. İndi isə bu hissi musiqiyə çevirən bir əsər səslənəcək. Tofiq Quliyev. Dostluq.